Salam əziz xanımlar və cənablar, hörmətli qonaqlar, əziz dostlar. Biz bugün bura ona görə yığışmışıq ki, əziz dostumuz, qardaşımız Nazim Məmmədovu yeni yubiley yaşı münasibəti ilə həm də birinci şeirlər kitabının təqdimatı münasibəti ilə təbrik edək. Hal-hazırda mən indi Nazim müəllimin həyat yaradıcılığı haqqında danışmayacağam. Çünki onun bugün təqdim etdiyi kitabda bu barədə çox yazılıb. Qeyd etmək lazımdır ki, 10 minlərlə Azərbaycanlı mühəndislərinin arasında Nazim müəllim həm də yeganələrdəndir ki, şeirlərini təqdim edir. İndi isə biz istəyərdik ki, təbrik üçün sözü 2014 və 2024-cü illərdə Hərbi Hava Qüvvələrinin komandanı General-Leytenant Ramiz Tahirov çıxış etsin. Hoş gördük. Birinci mən Əşrəf müəllimi, Nazim müəllimi təbrik eləmək istəyirəm. Nazim haqqında, Nazim Məmmədov haqqında danışanda birinci növbədə demək istəyirəm ki, mən Nazim Məmmədovla 1981-ci ildən tanışım. Yəni 45 ildir artıq. Biz birgə Naxçıvanski məktəbindən oxumuşuq. Nazim bir il məndən tez daxil olub, məktəbimdən biri 81-də gəlib, Nazim 1983-cü ildə başlamışdı. Məktəbi qutarandan sonra Naxçıvanski məktəbini Nazim Hərbi Dənizçilik məktəbinə daxil oldu. Mən isə Kiyevə getdim, Kiyevdə oxudum. Kursant vaxtları da görüşürdük. Məktəbdən, hərbi məktəbdən məzun olandan sonra hərbi rütbədə leytenant olanda o vaxt görüşürdük. 91-ci ildə mən Kiyevdən qayıtdım Azərbaycana və Milli Ordumuzda o vaxt Milli Ordumuz yaradılırdı. Başladım orada xidmət eləməyə. O vaxtdan da sırf əlaqədə olmuşuq. Tez-tez görüşürdük. 95 ya 96-cı ildə bizdə nazirlikdə bir Spartakiada var idi, bir də idman növləri. Nazimi də orada dəvət eləmişəm, pastav eləmişəm üstlərində. Günahımız da olur. Biz güçlü özrə orada çıxış eləmişdik, bizim komandamız şərəfini qorumuşdu. Yəni 90-cı illərdən bu ilə qədər daimi görüşürük. Yəni hansısa bir tədbirlərdə ya da qonaq çağıranda Nazim Şüvəlanda qalırdı, burada böyüyüb. Mən də Şüvəlana gələndə Şüvəlan xoşuma gəlmişdi. Burada bağ almışdım. Mən bağ alan kimi Nazim bağını satdı, qaçdı qalaya getdi. Yəni biraz uzaq qalır. Bu kitabla da bağlı, necə deyim, mən üçün də biraz sürpriz oldu, Nazim dəvət eləndə, heç bilmirdim, o qədər şeirlər var. Mənim haqqımda da yazır. Buna gəl, məcbur olub çıxdığım bir söz deyil, yaxşı olmaz. Nazim, necə onu haqqında demək olur, Nazim hələ uşaqlıq vaxtında çox belə səmimi uşaq idi. Yəni, nə yalan danışırdı, nə bir özür istəyirəm, söyüş söylürdü. Bir qeyri-adi uşaq idi, indiyə kimi qalıb dedi, belə də qalıb. Yəni, Nazim haqqında ən yaxşı, yəni ki, bizim dahi şəhərimiz var, Allah rəhmət eləsin, Xalil Rıza. Onun düzlük bir şeiri var. Oradan çalışaram, necə dedilər, o şeiri sizə təqdim edeyim. Söz və söz Nazim haqqındadır. Oğlum da buradadır. Yəni, oğlum uşaqlıqda, balaca oğlumda tavrata qoyduq şeirdir. İndi mən də onun qabada çıxışırım, ona görə biraz, necə deyilər, həyəcanlıyım. Harada balaca bir səhv addım atsam, ayaqlarım altında titrəyər cahan. Sıxar dörd tərəfdən bu dünya məni. Qan yox,
alov axar damarlarından. Balaca körpəyə də soyuq bir söz. Balaca uşaqda soyuq bir söz. Bir kəlmə qeyri-səmimi desən, elə bir düzlüyün polad əlləri köksümdən çıxardacaq cəhətlərini. Görünür, bu dünyada təmiz yaşamaq çörəyimdir, suyumdur, havamdır mənim. Paxır götürmə, düzlük, açıqlıq, sarsılmaz qalamdır, yuvamdır mənim. Çiynimdə dağlar daşıyıram, çiynim nə elər, nə bilim qırılar. Ancaq bircə yalan dilimdən çıxsa, dilim cavab olar, sümüyüm yanır. Davam da var ama. Ben bir davam 60 yaş yubiley münasibətilə təbrik eləmək istəyirəm. Aşağı mən üzr istəyirəm. Yəni, burada deməli 2 dənə balıqçıdır. Mən artıq təqəvvüddəyəm, hərdən birdən balığa gedirəm. Nazim hələ fikri yoxdur, ona görə bir məqaq edirəm ki, o da tez təqəvvüdə çıxsın. Tarafa pensiya çıxı gəldi. Burada da yazı var. Bunu təbrik edirəm. Çox sağ ol. Nazim şu aləmdə də olub demişim bunun haqqında və burada böyüyüb. Amma bir mövsüm ağa haqqında bilmirəm. Kitabın var sən? Yox. Yox. Burada kitabda yazmışam. Ürək sözləri. Çox sağ ol. Mən burada kitabı sən təqdim edirəm. Dinli adamsan, düzgün adamsan, bu yolda bizlər həmişə səbət edəm. Təşəkkür ederim. Ramiz Bey belə ürəklə danışdı. Mənim üçün də sürpriz oldu ki, o əvvəlki əhvalatları, bizim bir yerdə olduğumuz əhvalatları danışdı. Mən də ondan bir-iki kəlmə söyləmək istəyirəm. Vaxtı birinci general rütbəsini alanda Ramizi təbrik eləməyə, gəlməyə məndə bir anlıq fikir yarandı. Ramizin atası mayor rütbəsinə qədər xidmət eləmişdi, özü general rütbəsinə çatıb. Oğlu da leytinant olmuşdu o vaxtı, tezə qutarmışdı hərbi institut. Məndə belə fikir yandı ki, Qarabağı o vaxtı hələ almamışdı. Qarabağ bizim dərdimiz idi. O Qarabağı almaq üçün əgər general rütbəsinə çatıbsa, öz oğlunun çiyninə görünə oyda dedim ki, qoyub ki, yük qoyub ki, o Qarabağı alsın. Amma Ramiz söz verdi ki, hələ özümüz alacaq. Bu hazırlıqlar da gedirdi, o dərəcədə hazırlığı, profesional hazırlığı mən fikrimə götürə bilməzdim. Birinci dəfə Şuşaya gedəndə, Şuşa açılanda yollar, Şuşanın o qayalıqlarına baxmaq istədim. Mən hərbiçi olduğuma görə, idmanla məşğul olduğuma görə təsəvvürümü götürmək istəyirdim ki, bunlar necə o dağları aşıblar. Həm yaralı, həm yorğun, susuz, yaralılar belində, səssiz. Günarda vaxtı baxdım. Günarda vaxtı təsəvvürümü götürdüm. Həm görsənir hər şey, mən qalxa bilərəm necəsə. Amma gecə vaxtı mən bunu bacarmazdım. Yəni ki, öz imkanlarıma baxarım. Halal olsun onlara. Həm Ramiz üçün bu Ramiz barədə kişi sözü, kişi kimi dediği sözündə də dayandı. Qarabağı aldılar. O şehirdə əmələ gəldi.
Və mən bir şeiri oxumaq istəyirəm. Bu Şuşaya gedəndən sonra mən də bu şeir aldım. Həsrət ilə gözlədiyim axır ki gəldi zaman, ordumuz dağlar aşıb yağıya tutdu divan. Şəfqət ilə izlədiyim vaxt vədə oldu tamam. Şuşa səni xoş gördük, yetdim sənə salam. Qalxdım cıdır düzünə, igidlər meydanına. Qarabağ, gözün aydın, sevinirlər halına. Oxşayaraq gözəl üzündə o qara xalına. Şuşa ayrı düşə bilməz, yetmişkən qanına. Bir baxsan bu igidliyə, qüdrətə, böyle şücaətə, 30 illik həsrətinin ağrısını yaşatdığı düşmənə də, igid oğlu vətənin yazdığı adını mərdliklə tarixə də. Dağlar aşıb igid əskər daxil oldu şəhərə, qalib olub bayram etsin yetişəndə səhərə. Xəbər düşmənə çatmış düşdü yaman təşvişə, qala divarı bizi qorudu, hətta duman gəldi köməyə. Sanki döyüşürdü doğma yer, göy, təbiət, göndərdi buludu Tanrımız, köməyə gəlib əlbət. Süngü ilə getdik tanklara qarşı tam sərbəst, təsdiqini tapdı yaradılmış güclü ordu və dövlət. Bu gözəl sözlərə görə, çıxışlara görə Ramiz müəllimə, həm də Nazim müəllimə çox minnətdarıq. Və indi isə çıxış üçün söz Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn Fakültəsinin dekanı, Memarlıq üzrə fəlsəfə doktoru, dosent Kərimov Fəridə verilir. Hörmətli tədbir iştirakçıları, əziz qohumlar, Nazım mənim bilim oğludur. Onun haqqında bir oğlu kimi söz demək əlbəttə ki, nə Hasan olsa da çətindir. Amma mən düşünürəm ki, fikirləşdim, çıxışımı bir şairin sözləri ilə başlayayım. Kitab, şeirlər kitabıdır. Ona görə də bu beyti oxumaq istəyirəm öncədən. Əlbəttə ki, hüsnün məni heyran edir ey yar. Qəlbimdəki eşqin hələ tüğyan edir ey yar. Sərsəndir ki, şəxs könlündəki hissi elan edir indi, keçmişdəki istəkləri heyhat bəyan edir indi. Nəyə görə bu beyti seçdim mən? Çünki burada sonuncu misrada deyir ki, könlündəki o hissləri bəyan edir indi. Bu kitab Nazimin yaşadıkları o çətin, şən, sevgili, ağrılı günlərin şeirlərdə təzahürünün bir nümunəsidir. Eləcə də burada gözəl rəssamımız Şöh bəyin əsərləri həmin o şeirlərə bir rəng qatır, onları müşahidə edir. Tədbirdən əvvəl öz oğlumla əsərlərlə də tanış olduq. Mən Bakıda böyük boya başa çatmışam və yay aylarında əsasən gəlirmiş Şöhrana və belə deyək, Dədə-Baba bağında görüşürdük, Nazimlə bərabər o ayaqlarımız səkilərdə bərabər böyümüşük. Bunlar tamam ayrı bir hisslərdir, əlbəttə ki. Və bir Bakılı üçün bu əsərlərdə olan işlər xüsusilə də bu kitaba mən izlədim, xüsusi rəng qatır. Nəyə demək istəyərdim? Biz hamımız dediyim kimi müəyyən hissləri yaşayırıq, həyatımız boyu ağrılı-acılı, çətinli və şən günləri yaşayırıq. Amma bunları çox xoşhal o insanlardır ki, rəsm əsərlərində, bir şeirlərində, bir musiqi əsərlərində bəyan edə bilirlər, göstərə bilirlər. Onları bu əsərlərlə üzə çıxarda bilirlər. Bu ayrı bir hisslərdir, bunu bacarmaq lazımdır, bunu yaşamağı bacarmaq lazımdır. Bu kitab dediyim o iki Bakılının o hissləri təzahür edə bildik əsərlərinin bir vəhdətidir. Ona görə də bizim üçün dəyərlidir. Nazim peşəkar
şair deyil. Bunu ondan heç gözləmək də lazım deyil. Amma burada həmin şeirlər o hərəsi bir həyatın anıdır. Hərəsi bir onun hisslərinin təzahürüdür. Ona görə də çox vacibdir, çox dəyərlidir. Bu baxımdan mən Nazimi təbrik etmək istəyirəm. Çox dəyərli əsər ərsəyə gəlib. Nazimi və Əşrəf bəyi təbrik edirəm. Onlara gələcəkdə həm həyatlarında, həm də fəaliyyətlərində uğurlar arzulayıram. Onu unuttum, qeyd edeyim. Əvvəldə oxuduğum şeirlərlə Nazimin şeiri kitabdan götürmüşdüm. Nazim müəllimə həsr olunmuş bu təqdimat çox gözəl keçir. Qonaqlarımız gəlməkdədir. Çox sevinirik. İlham müəllim də və öz dostu ilə təşrif buyurdu. Və Kərimov Fərid müəllim çox gözəl qeyd elədi. Əşrəf Heybətovu da, Azərbaycanın xalq rəssamı Əşrəf müəllim Heybətovun əsərləri çox üst-üstə düşüb, həm də kitabın da şeirləri ilə orada görsənir, siz onu görəcəksiniz. Mən bunu əvvəlcədən qeyd etmədim, ona görə ki, Əkrəm müəllim mənə sıx-sıx tapşırdı ki, xahiş edirəm, mənim adımı çəkmə, amma işığı yandırıb gizlətmək olmaz, hamısı göz qabağındadır. Biz çox sevinirik və indi isə çıxış üçün sözü Azərbaycan və Azərbaycan Avarasiya Aikido və Budo mərkəzinin təmsilçisi, 3-cü dan qara kəmər ustası Musayev Vüqara verilir. Salam aleykum, Vüqar Musayev Aydınoğlu, 3-cü dan qara kəmər ustası Aikido üzrə. Mən heç kəsin bilmədiyi bir Nazim müəllimin tərəflərindən sizə danışacağım ki, mən açığı elə bir insandır ki, Nazim müəllim böyük bir ensiklopediya kimdir. Yəni, vərəqlədikcə bitmir ki, bu insan nə qədər, yəni bu ömründə nə qədər savadları, nə qədər bilikləri özündə formalaşdırıb. Mənim üçün, mən günü-gündən Nazimi hər dəfə yenidən aşkar edirəm ki, Nazim müəllim necə bir şəxsiyyətdir. Nazim müəllim mənim tələbəmdir, artıq qara kəmərə yaxınlaşın, yəqin ki, xəbər yoxdur. Aikido üzrə, ümumiyyətlə, biz gənclikdə bir yerdə məşq eləmişik. 98-99-2000-ci illərdə artıq 26-27 ildir ki, bir-birimizlə münasibətimiz var. Bir aralar Aikidonun dayandırdığı, yəni işçilərinə əlaqədar gələ bilməli. Mən davam elədim, mən müəllim oldum. Həm mənim tələbəmdir, həm dostumdur, yəni qardaşdan əzizdir. Sonralar mən bu yaxınlarda bildim ki, bəs Nazim müəllimin bir yaradıcılıq bacarığı da var imiş. Mənim üçün çox maraqlı oldu. Ondan da əvvəl mən saydıqca siz şok olacaqsınız ki, maşallah, yəni bu yaşda, bu yaşınız nə yaş var? 60 yaş, cavan yaşdır. 20 yaş. Vallahi həqiqətən də o qədər enerjisi var ki, maşallah, maşallah, o qədər həyata qarşı eşqi var ki, mən bir, necə deyim, bir insan olaraq mən baxıb enerji alım. Yəni ki, bu yaxınlarda, maşallah deyək ki, gözləyməsin, bu yaxınlarda marafona qoşulmuşdu, qaçış üzrə, yəni orada da neçə kilometr? 21 kilometr. 21 kilometr, yəni az bir məsafə deyil. Yəni orada da iştirak elədiyinə görə mən baxıram ki, heç nədən geri qalmır. Yəni insanda sağlam ruh olanda insan hər şeyə qadir, yəni hər bir işlə məşğul ola bilər. Bəzən bir nəfər hansısa bir sahənin yönəldisi deyir, yox, mən vaxtım yoxdur. Hər insan istəsə hər bir sahəyə vaxt ayıra bilər. Maşallah, bir başqa tərəfləri də deyim ki, yəni mən çox açıqlamalar deyim ki, yəni burada hamısını maraqlı olar. Bu yaxınlarda bizdə Türkiyədən Aikido ustalar gəlmişlər, başqa ölkələrdən də gəlmişlər. Orada böyük bir tədbir idi. Mən gördüm ki, Azərbaycanın rəqsini Nazim müəllim necə rəqs elədi, hamı orada baxır. Bütün xaricdən gələn qonaqlar həsəd apardı ki, Azərbaycan rəqsi, hətta Azərbaycan rəqsi yox. Bütün ölkənin musiqilərini, hər an qonaqlar gəlmişdir, rəqs edirdi. Nazim müəllim onlardan qəşəng oynadı. Valla çox həsəd aparan,
Düzdür, mən bura əlboş gəlmişəm, mən başqa tədbirdən gəlirəm. Mən yəni buranı açığı bir neçə gün bundan qabaq mən planlaşdırmışdım. Sadəcə olaraq bu gün mənim işlərim üstüdə düşdüyünə görə mən əlboş gəlmişəm. Mən də öz məşq elədiyimiz zalda auditoriya qarşısında Nazim müəllim hədiyyəsini təqdim edəcəm. İşlərdə uğurlar arzulayıram. Əşrəf bəy Gümbət müəllimin də əsərlərini dəyərləndirirəm. Mən oradan oturdum, baxıram. Yəni, dəqiq ki, onların hər birini öz peşəkarları baxımda başa düşür ki. Nazimi özü seçdi, hansı vaxtında 200-dən çox əsər. Amma Nazim dedi, bax onları qoyaq. Mən evlərdə dəfələrlə samavar çay içmişəm, oturmuşam. İndi başqa otaqlara keçmirəm. Bəlkə də rəssamlığı da bacarır. Bəlkə də rəsmləri də. Mən uğurlar arzulayıram. Layıqlı dost, layıqlı qardaş, əsl vətəndaş. Çox gözəl insan. Və həm də vətənpərvər. Mən orada oturdum, mən o Şuşa məsələsini eşitdim. Yəni, həqiqətən də fikir verirəm ki, bir insan şeir yazırsa, ümumiyyətlə, maşallah, Azərbaycan xalqının hər bir də vətənpərvər hissimiz çox böyükdür. Biz bütün millətlərdən fərqimiz ondadır ki, bizim millət vətənpərvər, torpaqlı vətənini sevir. Amma şeir yazanlar bizdən, mən deyim, yəni heç kəs inciməsin, yəni öz adıma gördüm, bizdən bir pillədə üstün oldular ki, onlar o qədər vətənini sevirlər, o qədər hər şeyi bəlkə də daha çox fikir verirlər ki, artıq onu daşır, aşır, onu kitaba dərc edirlər. Dərc edir daha zorlanır. Mən sözləri, dərsləri öyle mənə sözü. Nə deyir? Çox sağ ol, var olun, təşəkkür edirəm. Bayaqlar Mehriban xanım dedi ki, Əşrəf bəy tapşırıb onun haqqında danışır. Yox, xahiş edir. Onun haqqında danışır. Onun əsərləri danışır. Mənim şeirlərim özü-özünə əmələ gələn şeirlər, yəni ki, kiminləsə ünsiyyətli olmuşam, o münasibətin nəticəsidir ki, o hər şey gəlir. Yəni ki, indi vəzifəyə çıxdıqca insanlar biraz özünü yüksək vəzifədə hiss edən kimi yuxarıdan aşağı baxmağı daha çox üstünlük verir. Amma ki, aşağı vəzifədə olanlarla başqa bir rəftar da var. Yəni ki, qorxutmaq yox, sevdirmək yolu ilə onu idarə etmək olar. Və sənin bütün tapşırıqlarını canla başına yerinə yetirir. Ona görə bu şeirlərə əl atdı. Gördüm ki, alınır. Aha, kimsə məyus olur işinin getməməsində qabağa. Kimsə çox müddətliyi gözləyir ki, yuxarı vəzifəyə çıxsın, amma ki, yer açılmır ki, geçsin. Və ilax, bütün çətinlikləri qarşısında onlarla ünsiyyətdə olan bu söhbətlərdən bu təəssürat yanır və bu şeir formasında özlərinə verir. Yazıb həmin günü, yəni ki, üstündə mən işləməmişəm. Nə təəssüratlarım olub, yazmışam kağıza, sonra özlərinə təqdim etmişəm. Əşrəf bəy mənə dedi ki, mən heç bilmirdim ki, sən şeir yazırsan. Heç kim bilmir. Mən o qədər adamla bir yerdə müştərək kitab buraxmışam ki, sən qalmışsan bunlara, bu düzgündür. Ona görə mən ürəkləndim, həm kimə vermişdim bu şeirləri, hamısından yığdım, hamısı deyil. Yəni ki, çoxsu indi burada deyil, xaricdədir, onlar da göndərə bilmədilər. Yəni ki, tapa bilmədim bəzilərini, bəziləri işdən çıxıb, başqa yerə gedib. Ona görə cəmi bu yığılan, kitabda olan şeirlər yığıldı. Sən yaz. Hər tərəfdən, inşallah, hər tərəfdən, hər tərəfli mövzulara burada toxunulur. Mənə deyəndə ki, Əşrəf bəy, mənim şəkillərimlə bir yerdə buraxaq,
mən dedim ki, yəqin ki, mən bəzi şəkilləri tapa bilməyəcəm. Amma ki, o qədər şəkilləri zəngindir ki, bir şeylə bir neçə şəkil tapdım. Sonra özü səfrəşeynək saldı ki, yox, hərəsində bir dənə olsun. Yəni ki, onun növsüsü daha genişdir. Daha genişdir mənim şeirlərimdən. Şeir deyəndə ki, bu ünsiyyətdə yaranan təəssüratların nəticəsidir. Çox sağ olun. Doğrudan da bu sözlər canlı sözlərdir. Mən də bu sözlərin, canlı sözlərin şəhadətçisi olmuşam. Yəni ki, Nazim müəllim belə danışmırdı. Sakit bir söz deyirdi. Şeir və elə bilin ki, Əşrəf müəllimin vasitəsilə Tanrı onun içindən dartıb çıxardırdı ki, bu şeirlərə kitab lazımdır ki, insanlar da oxusunlar. Yəni bir müdrik adam deyib ki, ruhlandıran adam çox böyük adamdır. Çox sağ olun Nazim müəllim. Bugün siz çox adamları, xüsusilə gəncləri ruhlandırırsınız ki, qoy kitab oxusunlar. Və şeir də ki, ürək sözüdür. Ürəyinizi o kitaba yazmışsınız siz. Bəlkə də bir hissəsini. Biz elə o kitabı oxumamışıq, amma o çox gözəl kitabdır. İndi isə çox üzr istəyirəm, əlavələr eləyirəm. İndi isə Təhlükəsizlik şöbəsinin əməkdaşı, həm də Nazim müəllimin iş yoldaşı Fərman Kərimliyə söz verilir. Hamınızı salamlayıram. Mən Fərman Kərimli, Nazim qardaşımızla bir yerdə çalışırıq, kollegayıq. Deməli, Nazim dəvət edildiğinə görə təşəkkürümü bildirirəm. Deməli, mən biraz söhbət eləmək istəyirəm bizim neftçi. Biz həm də neftçiyik. Təkcə şair yox, neftçiyik. Neftçi perspektivindən istəyirəm biraz söhbətimi davam etdirim. Biz deməli, Nazimlə 30 ilə yaxındır ki, bir yerdə işləmişik, platformada işləmişik. Uzun müddət ən aşağı vəzifədə çalışmışıq, çiyin-çiyinə. Deməli, platformanın işi biraz fərqlidir. Ola bilsin ki, bəziləriniz onu bilmirsiniz. İcazə verin, mən qısa o haqda məlumat verim. 24 saat platformada iş gedir, komanda 12 saat işləyir. Deməli, gecə, gündüz, yağış, soyuq, külək, isti. Bütün bu şəraitdə biz Nazimlə çiyin-çiyinə çalışmışıq. İndi o söhbətlərin içində Nazim özü də qeyd elədi ki, bəzi şeirlər avtomatik alınır. O elədir, o həqiqətdir. Mən də bu prosesdə iştirak eləmişəm və bəzi o şeirlərin yazılması prosesini mən görmüşəm. Hər hansı bir hadisə baş verir, bir məzəli hadisə baş verir, bir qeyri-adi hadisə baş verir. Nazim o saat onu tutur, bir şeir yazır, onu misra şəklində, sonra onu şeirə çevirir, zarafatla və belə bu şeir yaranır. Bir dənə də məsələ var ki, mən bunu həmişə demişəm və bu söz, bilmirəm, o hansısa filosofun sözüdür, hansısa alimin sözüdür. Bizim xalqımız şair xalqdır. Bu sözü bilmirəm kimdə deyir. Hər bir Azərbaycanın daxilində şeirə, poeziyaya böyük məhəbbət var. Hamımız, mən özüm də, bəlkə siz özünüz də hansısa etapda nəsə bir zümzümə eləmişik, nəsə bir istəmişik, bir nəsə qoşaq, nəsə bir eləyək. Bu da bizim millətin xüsusiyyətindən irəli gəlir. Bu da şərq fəlsəfəsindən irəli gəlir. Bunun ən vacib, ən yaxşı nümunəsi bizim dostumuz Nazimdədir. Nazim də bu şeirlər onun daxilindən gəlir. Düzdür, bayaq da qeyd elədiniz, qardaş qeyd elədi ki, profesional şəkildə deyil. Hamımız bunu qəbul edirik. Amma bu insanın daxilindən gələn, onun daxili sözüdür. Ona görə də mən Nazimi alqışlayıram. Nazim davam edilən yüksək səviyyədə. Sonda mən qısa bir Nazimə hədiyyəm olacaq. Düzdür, hədiyyəm böyük kiçik olmur. Bu kitab da bizim ailənin daxili kitabıdır. Bizim ailə daxili, biz də ailədə bayaq dediyim kimi şeirlər yazmışıq, sonradan onu çap eləmişik və mən bunu böyük məmnuniyyətlə Nazim qardaşıma təqdim edirəm. Sağ olun, var olun. Deməli, Fərman qardaşımız bu neftçilərin çətinliyindən danışdı.
heç kimin xəbəri yoxdur ki, ne çətinliklər var. Onu ancaq dənizdə işləyənlər hiss edir. Yalnız bu neysə bir insident baş verəndə, neysə yanğın baş verəndə, ondan sonra hamı başa düşür ki, dəniz işi doğrudan da çətin işdir. Çünki elə hadisələr oldu ki, gözümüzün qabağında neçə nəfər o yanğından vəfat ediblər. Onları xilas etmək mümkün olmur. Yəni ki, bunları görən insanlar həmişə təhlükəni birinci yerə qoymalıdır ki, səhv buraxmasınlar. Çünki bir nəfərin səhvinə görə başqaları da həmin qrupda olan insanlar xəsarət yetirilir, ya da ki, vəfat edirlər, ya da ki, təsiri olur, mütləq təsiri olur. Ona görə çox ciddi işdir və xırdalıqlara fikir vermək lazımdır. Biz 12 saat işləyirik stres içində. 12 saat ərzində o stresin qabağında insan istəyir ki, biraz uzaqlaşsın bu mühitdən, o çətinliklərdən, başqa bir mövzuda söhbət edesin. Bizdə 15 dəqiqəlik coffee breaklər olur. Yəni ki, coffee time olur. 15 dəqiqəlik. 15 dəqiqəlikdə söhbətlər olur. Mədəni söhbətlər. Kimsə müqamat oxuyur, kimsə qəzəl deyir. Bəxtiyar filmini görmüsünüzsə, onun necə oxuduğunu, necə oxumağı bacardığını üzə çıxardırlarsa, mən sizə deyim ki, elə adamlar var, dənizdə işləyənlər, qəzəlləri əzbərdən deyənlər, mahnı oxuyanlar, muğamat oxuyanlar, musiqiçilər, yəni ki, incəsənətə böyük bir məhəbbətləri olan işçilər işləyir orada. Var elə. Bizdə axşamlar həmin o çay filmlərində bu söhbətləri aparırdı. Ondan da irəli gələndə bu şeir də mənə gəldi. İstəyirəm bu şeiri sizin üçün oxuyum. Adını qoymuşam Ədəbi Bədii Axşamlar təəssüratı. Bir nəfər də vardı bizdə. Neçə illər bir yerdə işləyəndə insan daha yaxınlaşır, daha yaxın olur bir-birinə və çox belə hissi münasibətlər əmələ gəlir. Lakin bu adam yenə də öz mədəniyyətini saxlayaraq hamıya sizlə müraciət edir. Yəni ki, uzun müddət işləyən adam artıq dost kimi olur, yaxın olur və sənlə başlayır danışmaq, müraciət edir. Amma bu insan siz müraciət edir. Kimsə də söz bırakmışdı ki, mən ona biz qabil adını vermişəm. Dedim, öyle şey olmaz. Onun üçün bu şehir əmrə gəldi və ona verdim, o çox şad oldu. Və altından da qol çəkdi, mənə bir ləqəb qoydu, Nazım Şüvalanlı. Qürrüsü duyuram görəndə səni, bədii axşamlar düşür yadıma. Xəyala dalıb uyuram gözləyəndə səni, bir söz demək istərdim layiq adıma. Hər şəxs qazanır özünə öz adını, şəxsiyyəti qeybət verər kənardan baxanınca. Özünə oxşar böyüdər şəxs öz övladını, kənardan özünə baxmağı vacib gerək ancaq. Həyatı yaşamaq olmaz necə gəldi, yalanın əlbəttə ki öz axırı var. Sənə qiymət qazanan etdiyin əməldir. Sanma ki günlər keçər həmişə hamar. Mədəni söhbətinə heyran oluram mən,
Hər qədəmin mənə bir ibrətdir. Sabirin zümzüməsin eşitməsəm soluram mən. Ürəyimə yatan qeybət yox, etdiyimiz o mətəli səfərdir. Doğrudan da Nazim müəllim öz şeirləri ilə və öz şəhadətləri ilə bizi neft daşlarına apardı. Mən içimdə çox duyğulandım və deyirəm, kim bilir, bir gün bəlkə də eşidəcəyik ki, bu şeirlərə musiqilər bəstələnilib. Çünki əsərlər artıq hazırdır, görürsünüz. Bu əsərlər bura üçün də yaranıb həmçinin. Təbrik edirik sizi Nazim müəllim bir daha. Həm də bugün görün, Tanrı sizi nə qədər sevir ki, yubiley gününüzdür və gözəl ailəniz də, dostlarınız da buradadılar. Buna bax, qohumlar da əlbəttə ki, öz yerində, amma ailənizin, balalarınız bilirik ki, ikisi bu ölkədə deyil, qoy Tanrı onları da qorusun və bəlkə Əşrəf müəllimdən demişkən, mənim bir retorik sualım var. Kimsə özü də Nazim müəllim haqqında nəsə demək istəyirsə, imkanlardan istifadə edə bilərik. Çünki hər şey hazırdır. Görürsünüz, indi onu verəcəyim. Nazim müəllimin icazəsi ilə gəlin. Özünüzü təqdim edin, zəhmət olmasa. Приветствую всех. Спасибо Назиму и его семье, Ашраф Назиму, за то, что пригласили. Я очень рад присутствовать здесь. Мы с Назимом знакомы с 1983 года, с 1983 года, то есть 43 года. Это огромный срок. Мы прожили несколько жизней за это время. Каждый из нас прожил сложную жизнь. За это время много пришлось увидеть и много пережить. Мы начинали вместе с высшего военно-морского училища, но Назим начал свою военную карьеру еще раньше, да, с Нахчеванского. Выпустились офицерами. У нас немножко похожая была судьба. Мы потом вернулись со службы, оба работали в Космофлоте, были на соседних кораблях капитанами. Когда началась Карабахская война, первая Карабахская, я опять вернулся на службу. То, что он говорит про Шушу, для меня это знакомо. До Шалты еще в 90-х, зимой между 90-м и 91-м годом. И все время с того периода, когда мы периодически с Назимом встречались и потом опять не виделись какое-то время, потому что мы были в море, мы были в разных местах, но каждый раз, когда я его встречал, я радовался тому, что в его жизни появлялись какие-то достижения. В последнее время он удивляет все больше и больше. Его спортивные успехи, его семья, то, как развивалась, добивалась успехов, его семья, это тоже огромного стоит. Это вдохновляет нас всех. И несмотря на то, что мы с возрастом становимся спокойнее, жизнь становится размеренная, сейчас, в последнее время, у него все больше и больше достижений. Последнее, из-за чего мы здесь собрались, это его книга стихов. Честно говоря, это сюрприз. Те, кто работали с ним и были знакомы близко, наверное, они знали, что он пишет стихи. Для меня это абсолютно новостью. Да. Я не являюсь литературным критиком, не беру на себя смелость оценивать художественную ценность этих стихов. Я немножко прочитал то, что было написано на русском языке. Меня это сильно тронуло. Это действительно написано от всего сердца. Есть люди, которые профессиональные поэты, которые ловят рифму, которые берут то, что легко ложится на слух, и эти стихи легко слушаются, легко читаются. Но не во всех этих стихах есть чувства, которые
В каждой строчке тех стихов, которые я успел прочитать, чувствуется, что они написаны от сердца. Я поздравляю Назима, поздравляю его близких, его родственников, его семью. По мне, так это огромная заслуга, огромное достижение. И я прошу его не останавливаться на этой книге. Да, ему надо продолжать. Он это делает от всего сердца. Я еще раз всех благодарю. Я извиняюсь, что я выступаю на русском. Я мог бы говорить на азербайджанском, но это было бы косноязычно. Я не смог бы передать все, что у меня на сердце. Спасибо вам за внимание. Раз rus dilində sözünü bildi. Məndə şeirlər rus dilində də var, Türk dilində də var, Azərbaycan dilində. Harada işləmişəm, orada da əmələ gəldim. Təzə vaxtlarda, 90-cı illərdə çox belə çətin olduğuna görə vəziyyət. İş tapılmırdı, işləyirdik, sonra iş tapılandan sonra orada da çətinlik var idi. Yəni ki, ağrılardan sonra əmələ gəldi bu şeir. Вам не унять души необузданного крика, вам не понять души первозданного блика. Сердце переполняет чувства, не видать конца и края. Изливаю, как могу, без хвастовства, так широка душа моя. Почувствовать красоту и благодать дано нам издавна Богом, но не каждому дано передавать другим свои чувства любовью и словом. Многим далек и непонятен души неожиданные пары. Я Богу и Матери благодарен, что могу я понять недоступные вам увы. Отчаянно бьющееся сердце мое призывает взлететь немедля ввысь, пытаясь совершить дело благое, впредь на душу свою положить. Прекрасно полночная тьма и мигание небесных светил, наверное, Бог, создав Адама, праведный путь ему так осветил. Волны стремятся к небу и соединяются на горизонте вдали, как Адам поцеловал Еву, и человечеству появиться помогли. Biraz sözlərə görə, indi isə bizim əziz ailə dostumuz, hüquqşünas İlham Məmmədova söz verilir. Ben çok şadam ki bugünləri siz dediniz ki Əşrəf müəllim deyib ki heç onların şəkli bu mümkün olan iş deyil. Çünki bu mənə şəkli deyil. Əşrəf müəllim bir uzun müddətli dostluğudur və onun həmişə tədbirlərində Nazim müəllimlə görüşmüşük, çıxış edib, çox öz fikirlərini bildiribdir və çox xoş təəssüratlar qalmışdır. Və mən heç bilmirdim ki, sizin belə bir poetik bir... Mən də sözümü bilmirəm. Amma gərək ki, doğrudan insan bir ekstrem situasiyada çox olduqca və çox gözəl dediniz ki, o neft daşlarında, hansı hisslərlə, hansı təhlükələrə məruz qalacaq, ölüm-dirim mübarizəsi insanda yəqin ki, bir coşku gəlir, bir insanda elə şeirlərinizin də mən filolog deyiləm, hüquqşünasam, yəni ona qiymət verilməz. Ancaq çox doğrudan çox gözəl bir təəssüratlardır, gözəl insanlara dəvət edibsiniz. Mən sizi təbrik edirəm bir daha. Bu sizin yaradıcılığınızda müvəffəqiyyətlər arzu edirəm, yəqin çıxış etmək istəyənlər də çoxdur və yenə də minnətdaram Əşrəf müəllimə ki, belə bir tədbirə dəvət edibdir. Mən də bu gözəl bir auradan necə qidalanır. Sağ olun, sevgiler. Siz uzaqdan gəldiniz, hətta çatdırdınız özünüzü, minnətdarıq. Biz də sizi gördük, çox sevindik. Hər birinizə Nazim müəllimin ailəsi adından, öz adından, öz adımızdan, öz minnətdarlığımızı bildiririk və indi təbrik üçün çıxışı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana verilir. Şaban, hoş geldin.
Aslında mən bura gələndə fikirləşirdim ki, səni nə libasla görəcəm. Çünki mən Nazimi ilk dəfə görəndə, bizim Nazimlə tanışdığımız mənim dayım oğlu, General Tahiroğlu bir oxumuşdular, onun vasitəsi oldu. Biz ona dənizçi dedik, Maryak Nazim. Bax belə, ağ libasla, özəl, ürəyi açan, bax belə. Ondan sonra Nazim oldu, Aikido, onda da ağ libasla. Dənizçi olanda, hətta dənizçi olmamışdan qabaq, mən yadımdadır, kapitan o formasında neft sənayesinə qulluq edən o bir servis gəmisinə rəhbərlik edirdi. Ağ. Və bura gəlib səni yenidən, bax bu 60, ömrünün 60-cı günündə ağ libasla görmək məni həqiqətən belə sevindirdi. O pozitivliyi, o deyir, uşaqlıqdan deyim, gənclikdən deyim, onu özünlə götürdüyüm və gətirib bu vaxtacan deyib dəyişməmisən. Başqa bir tərəfdən o poetik yaradıcılıq dövrünə gəlsə, bu həqiqətən bir sürpriz və sürpriz onunla deyir, belə bir-birinə əlamətdə qovuşur ki, öz ad gününə bu cür təsviratla gəlmirsən. Bu sadəcə poeziya, şeir, o profesional, mən deyim ki, o yazanların məsələsi deyil. Onu əvvəldən axıracan vərəqlədikdə görürsən ki, sənin keçdiyin, sənin yaşadığın o təsviratlar, o kitab açılır, sən Şuşadan yerin dərinliyinə baxırsan və kitab başa çatır, sən Xəzərin üfüqlərində uzaqları seyr edirsən. Və orada nə var? Böyük bir platforma var. Və o platformada keçən sənin ömrün və indi bu danışılanlar, sənin o iş yoldaşlarının təəssüratları, dalğalı, soyuqlu, şaxtalı, günəşli o günlərdə demək, o içərisində yaranan hisslərin o bədənə köçürülməsi. Və mən eşidəndə ki, Nazim o birinci platformada harada işə başlayıb, bu Dədə Qorqu. Və o Dədə Qorqu dedi ki, bütün o platformaların içərisində, əgər biz 97-ci ildən bu tərəfə nəzər yetirsək, ən balacasıydı. Ancaq Dədə Qorquddan başlayan yol heç bir platformada özü də ki, o neftçilərin arasında o ünsiyyət, o istilik, o doğmalı, mən deyərdim ki, olmayıb. Şeirlərin içərisinə belə deyim də, diqqət edəndə gözlərimin önünə bilirsənmi nə gəldi? Ki, lap başlayır və ondan sonra o neftçilərin geri dönməsi. Vətən gəmisi var. O vətən gəmisi 5-ci gündən axşam vaxta dəyişirdi. Bulvarda olanda görürdü onu. Neftçilər hansı deyir bir 14 gün, kim 12 gün, kim elə olurdu ki, demək, hava şəraiti ilə əlaqədar olaraq 18 gün qalırdı orada və əllərində özlərinin o besmeşoku oradan gedirdilər. Sonra artıq o təəssüratların keçib nəyə? Mən çox şadam ki, sən o təəssüratlarında onu poetik bilə çevirmişsən, CD-sini Xəzər qazma şirkətindən tutmuş, o təhlükəsizliyi hamısına çox ehmalca, belə deyim, vurğu eləmişsən. Ondan başqa gördüm ki, Rus və Azərbaycan dilində şeirlər və o, burada şeirlik var. Mən onu həm Azərbaycanca, həm Rusça oxudum. Bir şeir dedim ki, Nazimlə
biz çoxlu Rusça danışırdıq. İndi bax bu şeiri ikisini də belə tutuşdurdum, oxudum. Texnologiyanın inkişafından, indi qulağa qoyurlar, nə deyirsən, onu tərcümə edir. Elə bildim ki, hər ikisində o Nazim ürəyinin bir tərəfində onu Azərbaycanca çatdırır, o biri tərəfində onu Rusça. O qədər mükəmməl və özünün o duzlu təamlarını mən deyim ki, o kitaba keçirsən. Ona görə Nazim, sənə bundan sonra nə arzulamaq olar? Bu tədbir iştirakçıları dedilər ki, yazmağı davam edə. Onu həqiqətən yazmağı davam edə. Və o poetik hecab vəzni, ondan sonra ərza, belə bir çətinlikləri deyil mi? Ancaq sənin dilin insanın böyük bir oxucu kütləsini asan qavrayan və elə bir ki, poetik dildə, o danışıq dilində onu qavramasıdır. Mənim təbriklərim, bax, burada bu pozitiv qoplarla, deyirəm ki, Nazim, səni 100 yaşında da bizim mübaşırır və daha Bu dünyadan gedəndə də rahatlık bastırmıyor. Doğrudan da hamınız necə gözəl sözlərlə bölüşürsünüz. Ulu öndərimiz Heydər Əliyevin bir cümləsi yadıma düşür ki, bunu hər birimiz indi deyərdik ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Və bu kitabı ərsəyə gətirən İlqar müəllimi də öz minnətdarlığımızı bildiririk, öz həyat yoldaşı ilə təşrif buyuruq. Çox sağ olun. Və biz çox sevindik, Nazim müəllimin videosunu Almaniyadan bir dostumuz bizə göndərdi ki, o artıq paylaşmışdı. Biz görməmişdik Əşrəf müəllimlə və o Almaniyadan bizə göndərdi ki, necə orada onları o çəkir. O qədər sevinirdi ki, o kitabları çəkirdi və öz Instagram səhifəsində paylaşmışdı. Biz də çox sevindik. Və Əşrəf müəllimin çox gözəl bir hədiyyəsi var Nazim müəllimə. Onu gəlin qəbul edək. Gənclər evini, müəllimi, Fərman müəllimə də və bütün heyətə öz minnətdarlığımızı bildiririk. Çünki ilk gündən çox sevincli ürəklə bizi qarşıladı və Əşrəf müəllimin də ona gözəl hədiyyəsi var. Nofir müəllimə çox sağ ol deyirik. Bu gözəl yer bizə verdi, yubiley keçirmək. Çox sağ ol. Bu da təbrik edirəm. Ben de verim de o kitabdan. Sen şiir yaz, bu boyda kitabda. Və əziz xanımlar və cənablar, bununla biz Nazim müəllimin, nəsə demək istəyirsiniz? Həsr olunmuş yubiley tədbirinin əsas hissəsini başa çatdırdıq. İndi isə ünsiyyət vaxtıdır və Nazim müəllim. Yox, mən bilərəm seni. Buyurun. Sözünü. Deməli, hamı Əşrəf bəyi tanıyır burada. Mən Şuvalyanski'də. Hə, Şuvalyanski. Bağlı ol. Deməli, o da şu anda Anadolu, mən də şu anda Anadolu olmuşam. Deməli, mən özümdən bir-iki kəlmə demək istəyirəm. 237 növbəli məktəbdə oxumuşam. İndi Liza Vaxtın növbəli məktəb. Mənə bu ədəbiyyata olan məhəbbəti Cəmilə müəllimə vardı, ədəbiyyat müəllimisi. O sevdi. Və o vaxtı Göyərçin jurnalı var idi. Göyərçin jurnalında mən şeirlərimi göndərirdim. Orada yazmaq lazım idi məktəbin nömrəsini. Məktəbin nömrəsini bir şeiri qəbul edirlər, orasını qəbul edirlər, göndərirlər Allah deyir. Cəmilə müəllimin əlinə düşür. Dedi, ay uşaq, bəs xəbər edir ki, sən bu şeirləri yazırsan, mən sənə kömək edirəm, qafiyələrini üzərlərdir. Onu da çap edirəm.
Naxçıvanskiyə gedəndə o çox məyus oldu ki, belə bir tələbəsi sinifindən çıxır. Naxçıvanski da Azərbaycan sektorunu tutarmışdı. Qərbi Rus sektoruna mənim üçün çox çətin iş. Amma ki, bir il ərzində mənimlə çalışdılar və əlavə dərslərə gedirdi. Nina Petrovna var idi. O vaxtı Heydər Əliyevin təşəbbüsü ilə bütün ən yaxşı müəllimləri seçib göndərmişdilər Naxçıvanski məktəbinə. Ona görə çox belə keyfiyyətli dərslər keçirdilər. Orada da bir ildən sonra Rus bölməsini qutarmış uşaqlar məndən soruşurdular Rus dilində. Bu nədir və qaydaları necə yazmaq lazımdır soruşurdular. Orada iminlə o Nina Petrovna'nın dərslərindən sonra məndə o ədəbiyyata, Rus ədəbiyyatına məhəbbət yarandı. Belə ki, Şuvalanda deməli, yaşlılar tanıyar. Qohumlar tanıyır, amma ki, yaşlılar Şuvalanda olanlar tanıyar. Mədəniyyət Sarayının, Mərdəkan Mədəniyyət Sarayının direktoru olan atamdır. Deməli, Mərdəkanın direktoru olub, Mərdəkanda Mədəniyyət Sarayı. Sonra Şuvalanda qulunda sonradan o inkişaf etdiyinə görə onu Severli, Qresə də göndərmişdilər kluba, Artyoma da göndərmişdilər ki, o qaldırsın. Özü aktyorluğu qutarmışdı. Müharibə başladığına görə, ikinci Vətən müharibəsini, o aparırlar müharibəyə. Müharibəyə aparandan sonra, tamam olandan sonra, gələndən sonra artıq aktyorluğu yox, Mədəniyyət Sarayının direktoru oldu. Yəni, atamın adı Rızadır. Yəni ki, kim yaşlılardan bilirsə, o mədəniyyət xadimləri yaxşı tanıyırlar. Yəni ki, mədəniyyətdən uzaq adam deyil. İncə sənətdən kökdən gəlir. Onun evdə yığdığı kitablardan bəhrələnirdim. Füzuli, Nizami, qəzəlləri də, o da qəzəlləri deyə bilirdi. Hamı Soraxanı bilir, amma ki, bu tat dilidir. Tat dilində danışa da bilirdi. Yəni ki, o şeirləri açıqlaya da bilirdi. Mənasını başa sala bilirdi. Belə çox sağ olun, hamıya təşəkkür edirəm gəldiyinizə görə. Məni tanıyanlar, tanımayanlar, çox təşəkkür edirəm ki, gəldiniz. Mənimlə bu kitabın təqdimatında iştirak edəcəksiniz. Mənim bu incə sənət pilləsində mənimlə bərabər oldu burada. У Назима не только талант poeta, onun üçün хорошо поет. Gözəl səsi var. Bizim tədbirdə oxuyurdu. Allah qoysa, Allahın köməyinə gələn dəfə tədbirdə konser var. Ona görə kimsə Bilmirəm ki, necə öyrədirsinizə, mən ürəkdən istəyirəm ki, hamıya bu kitabları paylaşın.